Bir daha salam, artıq biz sizinlə 26-cı dərslikdəyik. Bu dərsliyimizdə isə biz sizinlə məhz yazının arxa fonunun rəngindən söz açacağıq. Həmçə olduğu kimi yenidən veb saytı qolumuzu açaq və HTML tipli sənəd faylını və bir də digər fayllarımızı görürük, şəkil və TXT. Lakin həmişə olduğu kimi HTML tipli sənəd faylının üzərində sağ düyməni qeyd edib, asılan siyahıdan edit seçək və öncəki dərsdə hazırladığımız kodların hamısını silək. Çünki burada bu gün biz bunlara ehtiyac duymayacağıq ya da onlardan istifadə etməyəcəyik. Bu da həmişə olduğu kimi bir atributdur bizim üçün. Və yenidən artıq kodlamamızı yazaq. Yeni kodlamamızı. Bu kodlamamızı isə ilk öncə bir paragraf yazaq. Məsələn, paragraf içərisində söz yazaq. Məsələn, yazaq ki, bugün hava çox yaxşıdır. Məsəl üçün, lakin sabah hava pisə doğru dəyişəcək deyə qeyd edək. Və alta düşüb yenidən bir paragraf yazaq və paragrafımıza yeni bir kodlama yazaq. Məsəl üçün yazaq ki, bu isə digər nümunəyə görə yazıdır. Lakin bu yazının arxa fonunun rəngi sarıdır və qeyd edirik. Lakin bunları yeni kodlama artıq mark deyə qeyd edirik və markın tərkibini alırıq. Qeydə alırıq və həmçinin markda bağlayırıq və file save edirik həmişəki kimi. Səhifəmizi yeniləyirik. HTML tipli səhifəmizi üstünə klik edib onu açıb yeniləyirik. Və görürük ki, burada bu gün hava çox yaxşıdır, lakin sabah hava pisə doğru dəyişəcək deyə sadə standart paragraf yazım var. Nümunəyə adi bir yazı cümləm olaraqdan. Lakin altda isə fərqli paragrafdır. Eyni zamanda həmçinin gördüyünüz kimi, amma mark atributu olan yeni özəllik kodu ilə bu isə digər nümunəyə görə yazıdır. Lakin bu yazının arxa fonunun rəngi sarıdır deyə markla qeyd etmişik və görürük ki, həqiqətən də bu yazının rəngi, arxa fonunun rəngi məhz sarıdır. Əlbəttə ki, bu özəlliyin başqa bir rəng simvolizasiyası kimi də arxa fonunun rəngi yoxdur. Lakin standart olaraq mark deyə özəllik var. Yəni, sarı rəngdən başqa rəng etmək mümkün deyildir. Bu dərslikdə bu qədər. Bir sonraki dərsdə görüşmək ümidi ilə. Sağ olun.